Mən Nəzrin müəllim. Bugün Üç Qardaş adlı Özbək nağılının məzmunu ilə tanış olacağıq. Gəlin başlayaq. Biri var idi, biri yox idi. Bir kişi və onun üç oğlu var idi. İpək kimi xasiyyətləri olan qardaşlar çox mehriban dolanırdılar. Ata tez-tez oğlanlarına deyirdi: "Övladlarım, bizim nə sürümüz, nə qızılımız, nə də başqa bir var-dövlətimiz var. Çalışın, hər şeyi dərindən öyrənib biləsiniz. Bu elə sizin üçün var-dövlət deməkdir. Belə olsa, heç bir çətinlik sizi qorxutmaz." Ay keçdi, il dolandı. Ata dünyasını dəyişdi. Qardaşlar yığılıb məsləhətləşdilər. Axırda bu qərara gəldilər: "Bizim burada bir işimiz yoxdur. Yaxşısı budur, gedib dünyanı gəzib dolanaq. Yad ellərdə çoban, nökər olarıq. Acından ölmərik." Qardaşlar yol üçün çörək götürüb səfərə çıxdılar. Onlar bomboş dərələrdən, uca dağlardan aşıb gedirdilər. Bəzən dəli külək göz açmağa imkan vermir, sərt şaxta nəfəslərini kəsirdi. Götürdükləri çörəyin hamısını yedilər. Yorulub lap əldən düşdülər. Daş kimi ağırlaşmış ayaqlarını zorla çəkirdilər. Ancaq yol hələ də uzanıb gedirdi. Axırı görünmürdü. Qabaqlarına bir şəhər çıxdı. Qardaşlar sevindilər. Addımlarını sürətləndirərək dedilər: "Artıq pis günlər keçib getdi. Yaxşı günlər qabaqdadır." Birdən qabaqda gedən böyük qardaş dayandı. Yerə baxdı. Dedi: "Biraz əvvəl burdan böyük bir dəvə keçib." Onlar biraz yol getmişdilər ki, ortancıl qardaş dedi: "Bu dəvənin bir gözü kormuş." Az sonra kiçik qardaş dedi: "Bu dəvənin üstündə qucağında körpə uşağı olan bir qadın varmış." Qardaşlar yollarına davam etdilər. Belində qılınc olan bir nəfər atlı onların qabağına çıxdı. Bu adam qardaşların üçünə də diqqətlə baxdı. Böyük qardaş ona dedi: "Ey yolçu, deyəsən nə isə axtarırsan?" "Bəli." "İndi dəvədir, itən dəvədirmi?" deyə böyük qardaş soruşdu. "Dəvədir." Ortancıl qardaş soruşdu: "Dəvənin sol gözü kor idimi?" "Bəli." "Dəvənin üstündə qucağında balaca uşaq olan qadın oturmuşdumu?" deyə kiçik qardaş soruşdu. Atlı qardaşlardan şübhələnərək dedi: "Aha, demək mənim dəvəm sizdədir. Deyin görün dəvəmi harda gizlətmisiniz?" "Arvad uşağımın başına nə iş gəlib?" "Biz sənin dəvənin üzünü də görməmişik" deyə qardaşlar ona cavab verdilər. "Əgər görməmisinizsə, bütün bu nişanələr sizə hardan məlumdur? Biz bunları ağlımıza vurub nəticə çıxarmışıq. Tez bu tərəfə get, axtarıb dəvəni taparsan" deyə qardaşlar ona cavab verdilər. Atlı soyuq səslə dedi: "Xeyr, mən o tərəfə gedən deyiləm. Dəvənin yerini deyin." Qardaşlar yenə də dedilər ki, onlar dəvənin üzünü görməyiblər. Ancaq atlı onlara qulaq asmaq da istəmədi. O qılıncını çəkib qardaşlara əmr etdi ki, düşsünlər onun qabağına. O qardaşları saraya, padşahın yanına gətirdi və əhvalatı ona danışdı. Padşah atlıya diqqətlə qulaq asıb dedi: "Əgər onlar özləri sənə dəvənin bütün əlamətlərini sayıblarsa, onda yəqin dəvəni gizlədiblər. Oğruları gətirin buraya." Dəvə sahibi çıxıb üç qardaşı içəri gətirdi. "Ey oğrular!" deyə padşah qəzəblə qışqırdı. "Siz bu kişinin dəvəsinin başına nə iş gətirmisiniz?" "Biz bu kişinin dəvəsinin üzünü də görməmişik" deyə qardaşlar cavab verdilər. Padşah dedi: "Siz özünüz dəvənin bütün əlamətlərini saymısınız. Siz necə cürət edib boynunuza almırsınız?" "Padşah sağ olsun" deyə qardaşlar cavab verdilər. "Burada heç bir təəccüblü şey yoxdur. Biz uşaqlıqdan hər şeyi dərindən öyrənməyə alışmışıq. Fikirləşib çox şeyi ayırd edə bilirik. Ağlımızı işlədib işin nə yerdə olduğunu başa düşürük. Buna görə də biz dəvənin üzünü görməyə onun bütün əlamətlərini bildik." Padşah güldü. "Heç vaxt görmədiyiniz bir şeyi fikirləşməklə necə tapa bilərsiniz? Yaxşı, biz indicə sizi yoxlayarıq. Görək düz deyirsiniz, ya yox." Padşah vəzirini çağırıb qulağına nə isə dedi. Vəzir o saat saraydan çıxdı.
Çox keçmədi ki, böyük bir sandıq gətirən 2 nökərlə qayıdıb gəldi. Qardaşlar uzaqdan nökərlərin sandığı hardan gətirdiklərinə, necə gətirdiklərinə diqqətlə baxırdılar. Padşah dedi: "Hə, tapın görək, bu sandığın içində nə var?" Böyük qardaş dedi: "Bu sandığın içində balaca girdə bir şey var." "Onlardır" deyə ortancıl qardaş əlavə etdi. "Özü də hələ yaxşı yetişməyib" deyə kiçik qardaş dilləndi. Padşah əmr elədi: "Sandığı buraya gətirin." Sandığı gətirdilər. Padşah sandığın açıb içinə baxdı. Sandıqda doğrudan da bir çalnar var idi. Padşah narı götürüb oradakılara göstərdi və üzünü, dəvəsini itirən kişiyə tutub dedi: "Yox, bu adamlar oğlu deyillər. Onlar doğrudan da yaxşı bilicidirlər. Get öz dəvəni başqa yerdə axtar." Padşah cürbəcür yeməli şeylər gətirdi, qardaşları qonaq elədi və sonra dedi: "Sizin heç bir təqsiriniz yoxdur. Hara istəyirsiniz gedə bilərsiniz. Ancaq əvvəlcə deyin görüm, bu adamın dəvəsini itirməsini nədən bildiniz?" Böyük qardaş dedi: "Yolun üstündə böyük izdən bildim ki, qabağımızca bir dəvə keçib. Bu adam da dəvəni axtardığını ona görə başa düşdüm ki, gözü dörd idi. O tərəfə, bu tərəfə baxırdı." Padşah ortancıl qardaşdan soruşdu: "Sən nereden bildin ki, dəvənin sol gözü kordur?" "Mən ona görə bu qərara gəldim ki, yolun sağ tərəfindəki ot yeyilmiş, sol tərəfindəki ota dəyilməmişdi." Padşah soruşdu: "Yaxşı, bu dəvənin üstündə, qucağında körpəsi olan qadının oturduğunu deyən hansınız idi?" Kiçik qardaş dedi: "Onu mən demişəm. Mən gördüm ki, dəvə bir yerdə qumun üstünə çökmüş, dincəlmək üçün oturan adamın izi yerdə qalmışdı. Bu adamın oturuşuna görə mən bildim ki, bu qadındır. Ortadakı kiçik izə görə də bildim ki, onun yanında uşaq varmış." Padşah dedi: "Bütün bunlar doğrudur. Bəs siz necə bildiniz ki, sandığın içində bircə dənə çalnar var?" "Sandığı 2 nökər gətirdi" deyə böyük qardaş cavab verdi. Ancaq lap yüngül olduğu bilinirdi. Nökərlər sandığı yerə qoyanda mən eşitdim ki, sandığın bu başından o başına nəyəsə bir şey diriləndi. Mən də fikirləşdim ki, bağdan gətirilən sandığın içində yumru bir şey varsa, bu ancaq nar ola bilər, deyə ortancıl qardaş əlavə etdi. "Doğrudur", padşah dedi. Sonra üzünü kiçik qardaşa tutub soruşdu: "Yaxşı, bəs sən hardan bildin ki, bu nar çaldı?" "İndi ilin elə bir fəslidir ki, nar hələ yetişməyib, yamyaşıldır." Padşah bu üç qardaşın biliciliyinə və dərin ağlına heyran qalıb dedi: "Sizin varınız, dövlətiniz yoxdursa da, ağıldan, kamaldan varlısınız." Padşah qardaşlara şirin sözlər deməklə kifayətlənmədi. Onlara qiymətli hədiyyələr də verdi. Burada nağılımız sona çatdı. Siz də səhifəni izləməyi və şərhlərdə öz fikirlərinizi bildirməyi unutmayın. Başqa hansı əsərləri təhlil eləyək və yaxud da məzmun üzrə işləyək? Yorumlarda, şərhlərdə qeyd edərsiniz. Hələlik!